Meyyitə namaz qılan şəxs üzü qibləyə olmalıdır, meyyitdən çox aralı dayanmamalıdır və həmçinin də onun durduğu yer meyyitdən nə çox yuxarı, nə də çox aşağı olmamalıdır. Amma azacıq fərq eləsə problem yoxdur. Vacibdir ki, meyyit onun qarşısında kürəyi üzərində uzandırılsın və meyyitin baş tərəfi həmin o namaz qılanın sağ tərəfinə düşsün və meyyitin ayaq tərəfi isə həmin o namaz qılanın sol tərəfinə düşsün. Namaz qılan şəxs meyyitin qarşısında, önündə dayanmalıdır. Amma cəmaət namazı ki oldu, yəni cənazə namazı cəmaətlə qılınsa, o zaman səhvlər sağdan soldan çoxalsa o eyib eləməz. Namaz qılanla meyyitin arasında divardır, pərdədir və s. bu kimi maniyələr olmasın. Amma tabut olsa arada o heç bir problem eləməz. Meyyitə namaz qılan şəxs mömin kəs olmalıdır və həmçinin də ayaq üstə ixlasla meyyitə namaz qılmalıdır və qıldığı meyyiti əvvəlcədən niyyətində təyin eləməlidir ki, bu meyyitə namaz qılıram qurbətən ilallah.